Bəzən qəlbinin dərinliyində bir çağırış hiss edirsən. Səni səssiz özünə çəkən, dünyanın səs-küyündən uzaq bir sükunətə aparmaq istəyən bir çağırış. Bəlkə bu vicdanındır, bəlkə də Rəbbinin sənə etdiyi mərhəmətli bir çağırışdır. Allaha yönəlmək istəyirsən, bunu bilmək, hiss etmək özü bir nemətdir. Ancaq qəti qərar verə bilmirsən, nəfsin deyir, sonra edərsən, hələ gəncsən, şeytan fısıldayır. Dəyişə bilməzsən, sənin yerin orada deyil. Cəmiyyət isə səni bu dünyaya bağlayan zəncirlərlə saxlayır. Amma bil ki, Allah səni hər zaman qəbul etməyə hazırdır. Sən bir addım atsan da, o sənə doğru 10 addım gələr. Sənin Allaha yönəlməyin, onun sənə verdiyi bu fürsətdir. Hər insan bu hidayət çağırışını hiss etməz. Amma sən hiss edirsən. Qorxma. Allah qorxduğun çətinlikləri sənə yardım və səbr olaraq qaytarar. Rəbbin səni bağışlamaq üçün səbəb axtarır, cəzalandırmaq üçün yox. Unutma, Allah sənə uzaq deyil. Sənin sükutunda, gecə düşüncələrində, içindəki vicdan səsindədir. Sadəcə səmimi bir ya Rəbb, sənə gəlmək istəyirəm deməyin bəs edər. Bu sənin dönüş nöqtən olar.